Deməli uşaqlar, yenə bir paralelogram çəkirik. Tərəfi bura olsun A tərəfi, bura olsun B tərəfi. B tərəfinə bir hündürlük çəkdik. Nə olsun? HB. A tərəfi burada elə A olacaq da, qarşı tərəflər bərabərdir. Onda bir A tərəfinə də çəksək nə olacaq? HA. S bərabərdir AHA. S bərabərdir BHB. Onda elə buradan, bax bu düstur bizə vacib lazımdır. AHA bərabərdir nəyə? BHB. İkisi də sahəni verdiyi üçün. Bir də yadınızda saxlayın. Kiçik tərəfə böyük hündürlük, böyük tərəfə isə nə çəkilir? Kiçik hündürlük çəkilir. Birinci hissədən də öyrənmişik. Yaxşı. Tutalım ki, üçbucaqdır, üzülü paralelogramdır. Paralelogramın bir tərəfini verib nə qədər? 8 cm və həmin tərəfə çəkilən hündürlük verib 4 cm. Düzdürmü? Digər tərəfi çəkilən hündürlüyü verib isə 8 cm və paralelogramın perimetrini istəyir bizdən. P bərabərdir sual. Deməli, paralelogramın bir tərəfi məlumdur, düzdürmü? Perimetri tapmaq üçün nə etməliyəm? Digər tərəfi də tapmalıyım. Digər tərəfi tapmaq üçün diqqətinizi dərsə verin. Sahədən nə etməliyəm? İstifadə etməliyəm. S bərabər B. Onda AHA sahədən yaranır. Bərabərdir nəyə? BHB-yə. Onda yazacaq 8 vur 4 bərabərdir A vur nəyə? 8-ə. Düzdür? Elə 8-lər gedər. A bərabərdir nə olar? 4. B də bərabərdir neçə? 8. Düzdür? Onda P bərabərdir. 2 vurulsun 4 üstə gəl 8. 4 üstə 8 12. 12-də vurdum neynədir? 24. Bizdən gözləməyin aşağılar. Perimetr niyə soruşur? Biz artıq neynəmişik? Bitiririk də. Düzdür? Figurların sahəsi ilə. Bitiriksə sahə verib perimetr istəyəcək. Perimetr verib sahə istəyəcək. Tərəf istəyəcək. Hündürlük istəyəcək və s. və ilə axır. Keçək. Deməli uşaqlar, paralelogramın diaqonalını çəkdiksə, sahəni yarıya bölür. S. Bu, qırağdan da görsəndiyi kimi sahə nədir? Bərabər görsənir. Amma tutalım ki, mən üçbucaq qaydası ilə getsəm. Saat neçədir? Var. Üçbucaq qaydası ilə getsəm. Baxın, körbucaqlı üçbucaqdır. Xaricinə düşürmü? H. Bura nə olacaq? H. Bura bir B tərəfidir. Düzdür? Bu S nəyə bərabərdir? Bura S1 desəm, bura nə desəm? S2. Birini göstərəcəm, qalanı daha göstərməyəcəm. Zamanımız azdır. S1, S2 bərabərdir nəyə? B vur HB. Düzdürmü? HB. Yaxşı uşaqlar, bura B-dirsə, paralelogramın qarşı tərəfi də nədir? B-dir. Onda uşaqlar, mən bu tərəfin uzantısına bu H-ı da çevirərəm. Bax, görürsünüz, düzbucaqlı yarandı. Düzdür? Bura H-dırsa, burada nə olacaq? HB. Tərəf nədir? B-dir. Onda S1 də bərabərdir nəyə? B vurulsun HB. İkisi də körbucaqlı üçbucaqlı. Tərəf də B oldu, hündürlük də B oldu. Hündürlük xaricə düşdü. Onda S1 ilə S2 ilə nəymiş? BHB. Onda S1 bərabərdir nəyə? S2. Onda da S1, S2 yazmayaq da sahələr nədir? Bərabər. Onda eyni mövqedən çıxış eləsək, indi ikisini çəkmişəm də, düzdürmü? Baxın. Onda nə olar? S. 20-dirsə sahə bölünəcək 5. Düzdür? 4 dənə 5. 20-dirsə 10. Aydındırmı? Keçək biraz məsələni ayrı yana daşıyaq. Deməli uşaqlar, yenə bir paralelogramım var. Sağlamım. Deməli uşaqlar, baxın, bura olsun A, B, C, D. Bura M olsun. Yarı bölüb uşaqlar. Diqqət eləyirsiniz.
Yarı bölünür. Buradan bir xət çəkmişəm. Bura birləşdirmişəm. Diqqət eləyək. Bura mən A desəm, burada A olacaqmı? Onda bura neçə A olacaq? 2. Fikir verin. Yox, qıraqlar A deyil. Mən buradan tənbölən çəkməmişəm. Tənbölən olsaydı, hə. İxtiyari xətdir. Sahə tapıram. Bu üçbucaq bura H-dır mı? Bu H-ı burada köçürdə bilərəmmi? H-ı burada köçürdə bilərəmmi uzantıya? Onda bura mən S1 desəm, bura nə olsa S2 olsa, bura nə olsa S3. Gəlin birinci S1-in sahəsini tapaq. S1 bərabərdir A vurulsun nə? H. S2 nəyə bərabərdir? A vur H. Düzdür? A vur H. Düzdürmü? Düzdür. S3 nəyə bərabərdir? Uşaqlar, 2də 1-ləri yemişik üzürürsən, 3 bucaqda axı. Aydındır. Burada da bəlkə də, burada da 2də 1-ləri yuxarıdakında da götürmüşük. Unutmuşuq 3 bucaqda. Diqqət edin burada. Burada mən 2də 1 BHB yazmışdım ya BHB yazmışdım. Əgər BHB yazmışamsa, 3 bucaqdırsa 2də 1 BHB yazmalıydım. Yəqin ki onu diqqətinizdən saxlayarsınız. Çünki 3 bucağı tapırıq da, düzdür? S3 nəyə bərabərdir? S3-ün tərəfi nədir? 2A. 2də 1 A2 vur AH. H-lar bərabərdir də, düzdür? Onda bu sahələri mən toplasam. Nə oldu? 2də 1, 2də 1. Oldu AH. Düzdür? Bunu da S3 nəyə bərabərdir? 2də 1 ilə 2 getdi AH. Onda əgər burada indi qarışıqdırsa, burada belə çəkirəm, rahat görəsiz deyə. Tərəfi yarıya bölübsə, S1, S2. Onda S1, S2-yə bərabərdirmi? S3-də S1, üstə gəl S2 bərabərdir nəyə? S3-ə. Bu sahəni məsələn veribsə 6 cm kvadrat, tez burada yazam 6 cm kvadrat, burada nə? 12 cm. Ümumi olacaq 24 cm kvadrat. Hamısını bir-bir neyinirəm, çıxarılışı ilə göstərirəm ki, neyniyəsiz, sonra çətinliyiniz olmasın. Bu ixtiyaridir. Bayaqlar yarı bölürdü, indi mənə maraqlı deyil. İxtiyari bir xət çəkmişəm. S1, S2, bura nədir? S3. Uşaqlar, yenə hündürlükləri çəksəm, bura A-dır, bura açıq X olacaq, yenə eyni yerə gəlib çatacaq. Amma S1 fərqli olaraq ixtiyari olsa S2-dən, S1 amma üstə gəl S2 yenə bərabərdir nəyə? S3-ə. Aydındır? S1 üstə gəl S2 bərabərdir nəyə? S3-ə. Bu da bərabərdir. S, A, B, C, D. S-in ümumi S, A, B, C, D-nin nəyi olacaq onda? Yarısı olar da uşaqlar. Çünki ikisi yarı, bu ikisi 1, bu ikisi 1, ümumisi nədir? S, A, B, C, D bölünsün nəyə? 2-yə. Deməli uşaqlar, paralleqramla bu qədər. Keçək romba. Rombun bilirik də bütün tərəfləri nədir uşaqlar? Bərabər olan paralleqram romb. Tərəfə çəkilən hündürlük. Bura H-dır. Bura nə olacaq? A. Digər tərəfə də mən çəksəm, yenə H olacaq da, düzdürmü? Çünki A-dır, bu da A-dır da, düzdürmü? Onda hündürlüklər də bərabərdir, tərəflər də bərabərdir. Paralleqramda isə AH da fərqlidir, BH da, çünki tərəflər fərqli olduğu üçün. S bərabərdir, A vurulsun nəyə? H-a. Rombun tutalım ki, tərəfi. Tərəf 6 cm-dir. Hündürlüyü nə qədərdir? 4 cm-dir, düzdürmü? Onda S bərabərdir, nə yazacağım? Elə 6 vur 4, bu da bərabərdir nəyə? 24-ə. Bax, fikir verisi 3 bucaqda hamısında 2də 1 var, yarıdır. Amma 4 bucaqlarda isə nədir? 2də 1 yeganə
diagonalları hasilinin sinus hasilinin yarısına bərabərdir. 2də 1 orada. Keçək. Sizcə bu düsturu parallelogram çəkdim. Bu düsturu yeni öyrəndi, yoxsa paralelogramda əslində öyrənmişdik bunu? Əslində öyrənmişdik. İndi öyrənəcəyimiz düsturu da təkrar öyrənirik. Romb üçün, amma xüsusiləşib belədir. Rombun burası A-dır, bu tərəf də A-dır, düzdür? Bu tərəflər arasında bucaq nədir? Alfa. Biz paralelogramda öyrəndik, S bərabərdir A vur B vur sinus alfa. Onda B-nin yerində nə dayanıb? A dayanıb. A vur sinus alfa, düzdür? Onda oldu A kvadratı vur nə? Sinus alfa. Çalın, rombun yazıb. Rombun perimetri bərabərdir nəyə? 48 santimetr, düzdür? İti bucağı və ya kör bucağı fərq eləmir. Sinusda fərq eləmir. İti bucaq isə 30 dərəcədir, düzdürmü? İndi bizə deyir ki, rombun nəyini tapın? Sahəsini tapın. Rombun sahəsini tapmaq üçün əvvəlcə nədən istifadə edəcəm? P bərabərdir 4A. Perimetri nə qədərdir? 48. Onda A nəyə bərabərdir? 12. Burada 12-dirsə, burada nədir? 12. Burada 30 dərəcə, düzdür? Onda S bərabərdir. A kvadratı vur nəyə? Sinus alfa. A kvadratı 12-nin kvadratı sinus alfa. Sinus 30 dərəcədə neçədir? 2də 1-dir. Əla. 144. 144-ün yarısı nə nədir? 72 kvadrat santimetr. Deməli, romb üçün öyrəndiyimiz düsturlar artıq nədir? Yeni düsturlar deyil. Düzdürmü? Aha. Bir də bir şey deyim uşaqlar. Ümumidə mən dedim, amma xüsusi halda demədim. Parallelogram üçün də ayrı çəkəcəm, romb üçün də ayrı çəkəcəm. Biz ümumi dördbucaqlı üçün nə dedik? Dedik ki, S bərabərdir. Bura alfası diagonallar arasında. D1'dir. Bura nədir? D2'dir. S bərabərdir 2də 1. D1, D2 nədir? Sinus alfa. Bu parallelogram üçün də öz qüvvəsindədir. Dördbucaqlı üçün hesabladıq, ixtiyari dördbucaqlı üçün. Eyni düsturu parallelogram üçün də hesablaya bilərik. Görək romb üçün necə dəyişir bu düstur? Mən romb çəkirəm. Çünki parallelogram diagonallar arasında bucaq məlumdurmu? Xeyr. Məcbur yazıram, sinusumu saxlayıram. Amma rombun uşaqlar diagonalları hansı bucaq altında kəsişir? 90 dərəcə, bəli, düz bucaq. Onda eyni düsturu tətbiq eləsəm romb üçün 2də 1, D1, D2, sinus 90 dərəcə, düzdürmü? Sinus 90 dərəcədə 1-ə bərabərdir, düzdür? Onda bu düstur hansı hala düşəcək? S bərabərdir 2də 1, D1, D2. Sinus alfa məsələsi burada ehtiyac olmur. Amma düstura gəlincə eyni düsturdur. Sinus 90 dərəcədə 1 olduğu üçün biri nəyə vurursan özünə bərabər eləyir. Düzdürmü? Deməli uşaqlar, rombun bir tərəfi olsun, tərəf olsun 5 santimetr, düzdürmü? 5 santimetr. D1 bərabər olsun, kiçik diagonal. Kiçik diagonalı olsun 6 santimetr. Bura qısa yazıram, sözlə deyirəm. İndi rombun sahəsini deyir, tapın. Baxın, rombun tərəfi 5'dir. Kiçik diagonal nə qədərdir? 6 santimetrdir. Rombun deyir, sahəsini tapın. Onda mən çəkəcəm, çəkmədən havadan danışa bilməyəcəm ki. Çəkdim. Rombu tərəfinə yazdım nə qədər? 5 santimetr. Tez kiçik diagonalını çəkdim. Yazdım nə qədər? 6 santimetr. Saha deyirsə, görürəm mən burada hündürlüyü tapa bilmirəm. İkinci diagonalı nə edirəm? Özümdən nə edirəm? Çəkərəm. Uşaqlar, rombun diagonalları kəsişdiyi nöqtədə yarı bölünürmü? Onda bura 3, bura nə olacaq? 3. Pifagora görə 5'in kvadratının 3'ün kvadratını çıxanda nə olacaq? 4. Onda digər tərəfdən olacaq 4. Onda D1 bərabərdir 6, D2 bərabərdir nəyə? 8 santimetr. Düzdür uşaqlar? Onda S bərabərdir 2də 1, D1, D2 sinusu boş veririk. Düzdür mü? Bəli.
2-də 1, vur 6, vur 8. Bu da bərabər nəyə? 24 kvadrat santimetrə bərabərdir. Bəli. Kvadratından var, 3'ün kvadratı. 5'in kvadratına çıxdı, 3'ün kvadratını elədi 16. 16'dan kök çıxdı 4. Pifagorda. Burada əlavə düsturda öyrənmiş uşaqlar. D1'in kvadratı ondan istifadə eləmədim. Belə də tapa bilərəm. D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabərdir nəyə? 4A kvadratı. Bu düsturda yerinə qoysaydınız birbaşa 8'i tapa bilərdiniz. Amma mən düzbucaqlı üçbucağına nə elədim? Göstərmiş olduğum bunu. Silim uşaqlar. Keçək inşallah düzbucaqlının sahəsinə. Yolunda A, 2'de 1, yok, A burada değil. Bütün öyrəndiyimiz fiqurlar paralelogramın növləridir, düzdürmü? Tərəf nədir? A-dır, B-dir. S bərabərdir A vur B. Vur nə yazıram mən bunu? Sinus alfa. Paralelogramda öyrənmişəm də. İlk öyrəndiyim düsturları fikir verirsiniz, elə təkrar eləyirəm. Onda sinus 90 dərəcədə nəyə bərabər? Onda S bərabərdir A vur B. Düzdür uşaqlar? Ona görə düzbucaqlıda artıq sinusu yazmağa ehtiyac yoxdur. Bu düsturu da belə uzun uzadı öyrənməyə ehtiyac yoxdur. Elə düzbucaqlıda S bərabərdir nəyə? A vur B. Düzdürmü? Düzdür. Tutalım. Düzbucaqlıdır. Düzbucaqlının diagonalı D bərabərdir. D bərabərdir 20 santimetrdir. Diagonal 20 santimetrdir uşaqlar. Və kiçik tərəf A bərabərdir A yazıram bura, B yazıram bura. Kiçik tərəf bərabərdir 12 santimetr. Olarsa kiçik tərəf 12 santimetr olarsa düzbucağın sahəsini tapın. Mən əvvəlcə nəyi çəkməliyəm? Çəkdim. Bura nə yazacağım? 20. Bura nə yazacağım? 16. Burada Pifagoru tətbiq eləyə bilərəm. Yazacağıq. B-nin kvadratı üstə gəl 16'nın kvadratı bərabərdir 20'nin kvadratı. Biz Pifagor ədədlərində 12, 16'nı, 20'ni xüsusi öyrənmişik, amma B kvadratı bərabərdir 400 çıx 256. B kvadratı bərabərdir 144. B də bərabərdir kök altında 144. B də bərabərdir nəyə? 12. Onda bu uşaqlar tərsə yazdım, burada eyb yox. Bura 16 yazaq da. Kiçiyi inşallah 12 vermişəm. Burada 16 çəkmişik. Eyb yox. B bərabərdir nəyə? 16. Deməli, mən beynimdə elə 12, 16, 20'ni qurdum dedim ona görə. Deməli, B 16'dırsa A neçə olacaq? 12. Onda S bərabərdir 12 vurulsun neçə? 16. 12'ni 16'ya vuranda neçə eləyir uşaqlar? 90, 180, 192 eləyir də, düzdürmü? 192 kvadrat santimetr, düzdürmü? Bu düzbucaqlının sahəsidir. Uşaqlar, düzbucaqlının sahəsi paralelogram kimi deyin görəm. Bura S-dirsə, bu birisi tərəfinə olacaq. S. Yaxşı, hamısını çəksən. S. Mən burada nəyə göstərmək istəyirəm? Paralelogramda nə demişiksə, paralelogramın növlərinin hamısında bu nə olmalıdır? Öz əksini tapacaq. Tutalım ki, bizə ən çox bəzən diagonalı verir uşaqlar. Məsələn, verir 8 cm, sadə tip tapşırıqlarda. Bir də nə çəkir burası? Hündürlük çəkir 6 cm. Bu elə 8, 6 neçə elədi? 48. 48 yarıya böldüm, buraya 24 qaldı, buraya 24 qaldı. Bunu elə bölməsəm 2-yə, nə olar? Ummisini götürərəm də 48 götürərəm. Yəni, bu düstur mənasız bir düsturdur uşaqlar. S bərabərdir, D vur H. D vur H. Niyə bunu yazım ki? Niyə bunu əzbərləməliyəm də, düzdürmü? Yəni, diagonalla hündürlüyün diagonal çəkilən hündürlüyün hasilinə bərabərdir. Bunu elə onsuz da görüb tapa bilirəm də. 2 dənə düzbucaqlı, üçbucaqlı sahələrin nəyinə bərabər? Birini tapdım, o birisi də ona bərabər olacaq. Deməli, uşaqlar, yenə bir düzbucaqlı, üçbucağımız var.
Diagonallar çəkilib uşaqlar. Bura 60 dərəcə. Düzdürmü? Kiçik tərəfi də olsun 8 santimetr. Bizə deyir sahəni tap. Görə bir necə bunu tapa bilərik? Uşaqlar 60-dırsa bura neçə olacaq? 60. Bura neçə olacaq? 60. Onda 8-dir. Bura nədir? 8-dir, 8-dir, 8. Onda diagonal bərabərdir nə? 16. Yenə 2-də 1, D1, D2, sinus alfa düsturun burada S-də tətbiq eləyə bilərəm. Dedi ki, ixtiyarı dördüncalda tətbiq eləyə bilərəm bunu. Olsun 2-də 1, D1, D2-nin yerinə nə olacaq elə? D kvadratı yazaram da düzbucaqlıda, çünki bütün diagonallar ikisi də nədir? Bir-birinə bərabərdir. Sinus nə? Alfa. Onda düzbucaqlı üçün birbaşa nə götürəcəm? D kvadratı böl 2 vur sinus alfa. Bu düsturu əzbərləyərəm də sonda, düzdür? Çünki diagonallar bir-birinə bərabərdir də uşaqlar. Bərabər olduğu üçün D1, D2 yox, artıq D-yə deyil, nə eləyəcək? D-nin kvadratı eləyəcək. Neçə tapmışıq diagonalı? 16. Onda 16-nın kvadratı böl 2 vur sinus neçə dərəcə? 60 dərəcə. 160 dərəcə Kökdə 3 böl 2. Elədir 256, düzdürmü? Böl 2 vur kök 3 böl neçə? 2. 256-nı 4-ə böləndə neçə eləyər? 64 eləyər də, düzdürmü? Elədir 64 neçə? Kökdə 3. Bu birinci. İkinci, bu sahəni necə görək tapa bilərik? Uşaqlar, bura 60 dərəcədir. 60-ları artıq tapdım. Diagonallar getmirəm, düzdürmü? 60 dərəcədir. Bura neçə dərəcədir? 30 dərəcə. 30 dərəcənin qarşısındakı 8-dir. Bura neçə olacaq? 16. Düzdürmü? Bəs 30 dərəcənin qarşısındakı 8-də 60-ın qarşısındakı neçə eləyəcək? 8 kök 3, düzdür? S bərabərdir A vur B. Bu da bərabərdir. 8 vurulsun 8 kök 3. Bu da necə eləyəcək? 64 kök 3. Düzdürmü? Həm diagonalla sahə tapa bilərdim, həm də tərəfi tapıb tərəfləri nə ilə? Hasili ilə sahəni tapmış ola bilərdim. Sonuncu kvadrat bir də trapesiya qalır. Say izah eləyəcəm, bunları vaxt az qalır. Deməli, kvadratın tərəfi nədir? AA. Hər tərəf A-dır. S bərabərdir. Düzbucaqlı qaydası ilə geçsək A vur A. Bu da nə nədir? S bərabərdir A kvadratdır. Onda diagonalları çəksəm uşaqlar. Diagonallar qarşılıqlı perpendikulyardır. Romb kimi, düzdür? Rombda nətərdir? S bərabərdir 2-də 1, D1, D2 idi, düzdür? Bu da romb kimi eynidir də. Diagonallar düzbucaqlı kimi də bərabərdir. Onda nə olacaq? D kvadratı böl neçə? Elə 2. Çünki 2-də 1 D vur D olacaq da artıq. Çünki diagonallar da bərabərdir. Xüsusi haldır da uşaqlar diagonal. Bir sözlə S bərabərdir A kvadratı, S bərabərdir D kvadratı böl 2. Yenə sahələr bərabər bölünür və s. Bunlar hansı paralelogramda olduğu kimi burada da nədir? Eynidir. Gəlin, keçək trapesiyanı da qısa deyim. Trapesiya geniş mövzudur, amma artıq birinci hissədə biz onu keçmişik də. Bura A-dır, bura nədir? B-dir. S bərabərdir A plus B böl 2 vur H. Yəni, orta xət, uşaqlar, orta xət S adlandırsa, yaxud da S bərabərdir S vur nəyə? H-a. S nədir? Orta xətdir, uşaqlar. Trapesiyanın sahəsi, oturacaqların cəminin yarısının hündürlüyü hasilinə nədir? Bərabərdir. Amma, əgər bərabər yanlı, bunu öyrənin ha. Bərabər yanlı, düzbucaqlı, düzbucaqlı trapesiyada. Bərabər yanlı trapesiyanın diagonalları qarşılıqlı perpendikulyarsa, diqqət eləyin. Bura A-dır, bura nədir? B-dir də. Burada H-dır. H bərabərdir A plus B böl 2. Yəni nəyə? S-yə. H bərabərdir S. Hündürlüklə bunları uşaqlarda göstərə bilmirəm. İndi vaxt azdır.
H bərabərdir nəyə? C-yə. Yəni orta xəttinə hündürlük bərabər olur. Əgər bərabər yanlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardırsa, hündürlük ilə nədir? Orta xətt bərabər olur. Onda S də bərabərdir H kvadratına. Birbaşa buna aid bir nümunə deyəcəm. Sual birbaşa bizə belə gələcək. Deyəcək ki, bərabər yanlı trapesiyanın diaqonalları qarşı perpendikulyardır. Hündürlük bərabərdir 8 cm-dirsə, sahəni tap. Fikirləşmədən deyəcəm 8-in kvadratı, bu da nədir? 64. Çünki mən artıq öyrənmişəm ki, orta xəttin hündürlüyünün asilidir. Düzdür, orta xəttdə 8 olacaq. Hündürlükdə nə olacaq? 8 olacaq. 8 8-ə dəyəcək, nə edəcək? 64. Saxla.